Ey daşlaşan, torpaqlaşan ulu babam, bugünümdən dünənimə uzaqlaşan ulu babam, küləkləşən, dumanlaşan ruhunla sən ayağa dur, səninləyəm. Səs getməyən, əl yetməyən qədim tarix dərəsindən səs ver mənim səsimə sən. Sənə gələn, səndən ötən nə idi belə? Səndən ötüb qardaşına dəydi belə? Bununla mı neçə dəfə ata-oğul qardaş hissi haçalandı? Bir şəhərin 5 qardaşın xanlığına parçalandı? O zaman mı bitti bizim dilimizin sənin, mənim qabarıda? O zaman mı bitti bizim dilimizin haralısan damarıda? Səninləyəm ulu babam, bu məsəli kimdir yazan? Hansı soysuz ata idi ataların imzasını çəkib ona mühür basan? Adınızı dastanlardan oğruyaram, ruhunuzu qıyma qıyma doğruyaram. Qara çoban, dəli domrul, ey xan Eyvaz, Gizir oğlu Mustafa bəy, əgər ki siz bu məsələ qol çəkdiniz. Sonra hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydi. O qəza bir topa dönür, Səttar xanın tifağına yaman dəydi. Məndən ötdü, sevincə bax, qeyrətə bax, bunu yazan xilqətə bax. Məndən ötdü, qulağımdan getmir bu səs, zərbələri qardaşına, sirdaşına ötürən kəs. Elə bil ki bax bu gecə, qulağımın dibindəcə xətainin süqutuna qəhqəh çəkdi. Sonra səhərəcən başına 100 qədəh çəkdi. O qədəhin dalğasından, o məsliyin baş fırladan havasından qopan daşdı. Azərbaycan torpağında, Araz boyda şırım açdı. Məndən ötdü, bunu dedi Şəki xanı, bunu dedi Bakı xanı, bunu dedi İbrahim xan, Fətəli xan, Kərbəli xan. Qəza ötsün məndən dedi, ötən kimi mən dedi. Mən dedi bir ölkədə nə qədər xan, onlar mən deyən yerdə sən olmadın Azərbaycan. Səni səndən alıb belə 100 illərlə uyutdular, səni səndə ələdilər, səni səndə uyutdular. Dibək oldunuz duzunla, öz daşınla, ögöy oldun doğma, əkiz qardaşınla. Məndən ötdü deyənlərin qeyrətindən, namusunu yiyənlərin qeyrətindən, məndən ötdü, ey daşlaşan, torpaqlaşan ulu babam. Bugünümdən dünənimə uzaqlaşan ulu babam, ayağa dur. Dəfn etdiyin məsələnin baş daşına bir təəssüf xatirəsi yazıb yondur. Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə, vətən,